Doktor, hamiləlik zamanı kofein qəbul etmək olar yoxsa olmaz? Gündəlik 200 mq-dək kofein hamiləlikdə təhlükəsiz sayılır. Amma artıq miqdarda qəbul risklidir. Menstruasiya zamanı ağır idman etmək olar yoxsa olmaz? Yüngül idman faydalıdır, amma ağır məşqlər ağrı və yorğunluğu artıra bilər. Yəni seçim şərtlidir. Bədəninizi dinləmək vacibdir. Polip və ya kiçik kistlərlə cinsi əlaqədə olmaq olar yoxsa olmaz? Əgər həkim qadağa qoymayıbsa, çox vaxt mümkündür. Amma polip və ya kist qanama və ya ağrı yaradırsa, bu zaman diqqətli olmaq lazımdır. Bəs hamiləlik planlayan qadın vitaminləri yalnız təbii qidalardan ala bilərmi? Doğrudur, qida çox vacibdir, amma fol turşusu kimi bəzi vitaminləri yalnız yeməklə tam olaraq almaq mümkün deyil. Ona görə də əlavə dəstək mütləqdir. HPV testi yalnız evli qadınlara mı lazımdır? Əsla. HPV yoluxması cinsi aktiv hər bir qadında ola bilər. Yəni yalnız evliliklə bağlı deyil. Və nəhayət, aybaşı testi normaldırsa, əlavə testlərdən keçmək lazım deyilmi? Əslində sadəcə siklin normal olması hər şeyi göstərmir. Çünki bəzi xəstəliklər simptomsuz gedə bilər. Buna görə də profilaktik müayinələrdən keçmək çox vacibdir.